Ancaq Zaur Nəboğlunun verilişində açıq-aşkar fahişəliyə cəlb olunma məsələsi var burada. Evli kişilərdən qanunsuz uşaq gətirə bilərsiniz dünyaya ki, və çox atalıq da verilir. Buna haqq qazandırmıram, amma bunu edirəm sözünün arxasında nə dayanır? Özünə hörmət edən müğənni, özünü başa düşürəm, heç nəyimiz yoxdur, səs bu boyda. Bir sinə, bir arxa, bir də dodağı böyütməklə məşğulsuz ki, sizə yaxşı pullar buraxılsın. Kiminsə səhifəsi düşəndə, kimsə işdən çıxarılanda anında Zaurun adını çəkir. Eyni formatda olan verilişin birinə gedib studiyasına səndən yoxdur deyib, o birisini təhqir edə bilməzsən. Məcburi, əvvəlki məcburi köçkünlərə, indi bütün Azərbaycan vətəndaşı söz söylədi. O qədər insanlar cavab verdi o insana. Adam üçün fərq etmədi. Hər haqqı söyləmək də hər kəsin haqqı deyil. O haqqı sən özündə görürsən, amma o səndə deyil.